Nelson Mandela 1918-ci ildə Kiçik Mufozo adlanan bir kənddə anadan oldu. Onların ailəsi Tembo qəbiləsinə aid idi. Atası kəndin başçısı olmuşdu. 4 arvadı vardı. Nelson 3-cü arvaddan olan oğlu idi. 9 yaşında olarkən Nelson'un atası vərəmdən vəfat etdi. Nelson internat məktəbini bitirib 1937-ci ildə kollecə daxil oldu. 21 yaşında Nelson Fort Hare-də yerləşən indus və qara dərili tələbələr üçün nəzərdə tutulmuş universitetdə təhsil almağa başladı. 1941-ci ildə gözətçi kimi çalışaraq Nelson təhsilini də davam etdirdi, hüquqçu oldu. Mandela Gənclər Liqasına daxil oldu. 1943-cü ildə ölkənin siyasi həyatında, kütləvi aksiyalarda fəal iştirak etməyə başladı. 1944-cü ildə Afrikalıların Milli Konqresinin üzvü oldu. Avtobusda gediş haqlarının artırılmasına görə yürüş təşkil etdi. 1948-ci ildə Afrikalıların Milli Partiyasının seçkilərdə qələbəsindən sonra apartheid siyasəti başladı. 1948-ci ildə Mandela katib, 1950-ci ildə Gənclər Liqasının prezidenti seçildi. 1952-ci ildə Mandela və dostu Oliver Tambo qara dəlilər üçün ilk hüquq firması açdı. İnsanlara yardım etməyə başladı. 1956-cı ildə Mandela və 100 nəfər dostu hökumət tərəfindən həbs edildi. Həbsdə olan Mandela London Universitetində təhsil alaraq hüquq üzrə bakalavr oldu. 1956, 1961-ci illər və 1964-1982-ci illər Mandela həbs həyatı yaşadı. Dünya kütləvi informasiya vasitələri Mandela və siyasi məhbusların vəziyyətini çox geniş işıqlandırırdılar və demokratik qüvvələr Cənubi Afrika hakimiyyətinə çox güclü təsir göstərirdilər. Mandela 1990-cı ildə azadlığa çıxdı. Canlı yayımda bütün dünya buna şahidlik etdi. Mandela 1993-cü ildə Nobel mükafatı aldı. 1994-cü ildə Cənubi Afrikada demokratik seçkilər elan edildi. Mandela 1994-1999-cu illər Cənubi Afrikanın prezidenti oldu. O qara dərili, köklü sakin olaraq ilk prezident idi. 2013-cü ildə Mandela vəfat etdi. Nelson Mandela Cənubi Afrikanın müstəqilliyi üçün 27 il həbs yatmış bir insandı. Lakin heç bir çətinlik bu böyük şəxsiyyəti sındıra bilməmişdi. Gülər üzü və mehriban təbəssümü ilə o milyonların qəlbində özünə məxsus yer tutmuşdu. Qara dərili insanların hüquqlarını müdafiə edərək müstəqil Afrika dövlətinə nail olan şəxsiyyətdir.